Bugün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində Pirqulu stansiyasından 12 km cənubda 3,8 magnitudalı zəlzələ olub. Məsələ ilə bağlı Oxu-Azı açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının əslində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, qeydə alınan yerli təkanlar narahatlığa yol açmır. Bugün baş verən zəlzələ güclü hesab edilmir. Ümumiyyətlə, ölkəmizdə hər gün yerli təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur, bəziləri isə yox. Son günlər baş verən zəlzələlərdə də heç bir qorxulu hal yoxdur. Bu, yeraltı suxurlarda gərginliyin artması və nəticədə ortaya çıxan prosesdir. Ümumiyyətlə, ölkəmizdə 6 baldan yuxarı zəlzələ gözlənilmir. Yəni, katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlərdə daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur. Qeyd eləyək ki, bir neçə gün öncə Şamaxı və Biləsuvar rayonlarında da zəlzələ baş verib.